özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, bu cümələri bizlərə nəsib edib. İnşallah ki, bu cümələri layiqincə keçirməyi Allah Taala bizlərə lütf inayət etsin. Mövzumuz qəza və qədər barəsində idi. Dedik ki, qəza və qədər barəsində bir neçə mətləbləri işarə elədik, ayələr oxuduq, Peyğəmbərimizdən, imamlarımızdan gələn hədislər oxuduq və dedik, qəza və qədər qaçılmazdır. Yəni, qəza və qədər elə bir şeydir ki, hər bir insanın təqdiri var, hər bir insanın başına gələcək hadisələr var, bu qaçılmazdır. Bəs sözün əvvəlində biz bunu demişdik. Demişdik ki, başımıza gələn hadisələr iki yöndəndir, iki istiqamətdəndir. Ya bizim əməllərimizə görədir, qarşımıza bu hadisələr çıxır. Məsələn, Quran-ı Kərimdə Allah Taala bəzi xalqlardan danışır. Deyir, onlar o qədər fitnə fəsad törətdilər ki, elə onlara layiq onlar üçün rəhbərlər təyin elədik. Cəmaatın etdiyi əmələ uyğun olaraq onlar üçün rəhbərlər olur. İkinci məsələ nədir? İkinci məsələ bundan ibarətdir ki, Allah Taala bəndəsini imtahan eləmək üçün müəyyən hadisələr onlara göndərir. Bəndə bu hadisələr müqabilində səbr eləməlidir və şükür eləməlidir. Və həmçinin bu hallardan biri də ilahi təqdirə razı olmasıdır. İmam Əli əleyhissalamın kəlamında var. İmam Əli əleyhissalam buyurur ki, bizim həyatda başımıza gələn hadisələr Allah Taalanın nişanələrindən biridir. Allahı tanımaq üçün ayələrdəndir, nişanələrdəndir. Məsələn, insan Allah Taalanı bir sıra şeylərdən tanıyır. Ərəfəllah, Allahı tanımaq. İmam buyurur ki, Ərəftullah bifəsxil əzaim və həllul uqud və nəqzil himəm. İmam bu cür buyurur. Deyir, Allahı tanıdım, necə tanıdım? Dedi, mən bir işi niyyət eləyirəm görməyə, görürəm ki, bu iş alınmır. Mən hiss eləyirəm ki, mənim işi görməyimdən, niyyətimdən də əvvəl bir xaliq var. Bir işi planlaşdıran var, proqramlaşdıran var. Məsələn, mən plan qururam ki, bunu bu cür edəcəm, bunu bu cür edirəm, plan baş tutmur. Demək, mənim niyyətimin fövqündə bir idarə edən var, müdəbbir var. Yaxud müşküllərimiz var, çətinliklərimiz var. Onlar həll olur. Çətinliklərimiz həll olur, müşküllərimiz həll olur. Bu Allah Taalanın nişanələrindəndir. Mən Allahı bu cür nə tanıyıram? İmam buyurur. Allahı bu cür tapdım, bu cür tanıdım. Əlbəttə ki, Allah Taala bu nişanələrlə, bu xəbərlərlə bəndələrinə xəbərdar edir. Özü barəsində xəbər verir. Peyğəmbərlərdən olan Davud əleyhissalamı Allah Taala buyurur. Buyurur ki, ya Davud, turid və urid. Deyir, ey Davud, bir işi sən də görmək istəyirsən, bir işi sən görmək istəyirsən, amma mən də istəyirəm. Allahın istəyi var, iradəsi var. Deyir, bir işi sən də istəyirsən, mən də istəyirəm. Və la yekunu illə mə urid. Biləsən ki, yalnız mən istəyən olur, Allah Taala buyurur. Biləsən ki, yalnız mən istəyən olur. O ki, sən də istəyirsən, mən də istəyirəm, biləsən ki, mən istəyən olur. Bəs nə edəsən bu zaman? Allah Taala buyurur ki, fəin əsləmtə limə urid, əteytukə mə turid. Əgər sən mən deyənə əməl eləsin, təslim olsun, elə mən sən istəyən edərəm. Elə sən istəyən olar. Əgər sən mən istəyənə əməl eləsin, elə sən istəyən olar. Məsələn, o rəvayətlərdə bu cür nə qeyd eləyirlər, bir nəfər olur, bir nəfər olur.
Dua edir cəmaatın içərisində, duası tez qəbul olur. Cəmaat deyir buna ki, sən övliyasan, deyir yox. Peyğəmbərsən, yox. İmamsan, yox. Mən də sizin kimi bir adi bir insan. Bəs necə oldu ki, biz dua eləyirik, olmur, amma sən deyən kimi oldu? Dedi, illərdir Allah Taala buyurur, mən eləyirəm, bir dəfə də mən dedim, o elədi. Təslimiyyət budur. Allaha təslim olmaq budur. Məsələn, bizim adımız müsəlmandır. Müsəlman sözünün iki cür məna edərik. Bir kəlmə-i şəhadəti deyən adama deyərik müsəlman. Deyərik, bunlar cəmaat hamı müsəlmandır. Bir bu mənada ki, hamı kəlmə-i şəhadəti deyib, Allahı, Peyğəmbəri qəbul edib deyirik müsəlmandır. Bəs ikinci müsəlmanın mənası budur ki, yəni Allahın əmrinə təslim olan müsəlmanın ikinci bir mənası budur. Allah Taala'nın əmrinə təslim olan. Allah Taala Davud əleyhissalamı buyurur. Ya Davud, turid və urid. Ey Davud, sən də istəyirsən, mən də istəyirəm. Və la yekunu illə mə urid. Yalnız mən istəyən olur. Fə in əsləmtə limə urid. Əgər mən istəyənə sən təslim olsun, əteytükə mə turid. Sən istəyəni verərəm sənə. Nə istəyirsən, sən istəyəni verərəm sənə. Və illəm tuslim. Əgər mən deyənə təslim olmasın, əgər mən deyənə əməl etməsən, və illəm tuslim lima urid. Əgər sən mən istəyənə təslim olmasın, ətəbtükə fīmā turid. Öz istəyin barəsində yorulacaqsan, əziyyət çəkəcəksən. Və la yekunu illa ma urid. Biləsən ki, yalnız mən istəyən olur. Allah Taala bu cür buyurur. Və Allah Taala bu həmin kəlamı ilə bizlərə də bir xəbər göndərir ki, ey insanlar, əgər istəyirsinizsə, siz istəyənlər olsun, Allahın əmrinə təslim olun. Bəs Quran-ı Kərimdə belə bir ayələrimiz var. Allahın razılığı barəsində olan ayələr var. O həmin ayələrin ardıcı Allah Taala bu cür buyurur. Allah onlardan razıdır, onlar Allahdan razıdır. Allah bəndədən razıdır, bəndə də Allahdan razıdır. Bu da şərtdir. Şərtdir ki, bəndə Allahın təqdirindən, qəza və qədərindən razı olsun. Düzdür, adam ruzunun dalıca getsin, amma az qazansa, az olsa, şikayət eləməsin. Razı olsun ki, ilahi, sən çox şükür buna görə. Yaxud adam xəstələnib, getsin həkimə, müalicə olsun, dərman qəbul eləsin, amma nəticə etibarı ilə desin ki, ilahi, razıyam mən. Səndən gələnə mən razıyam. Bu cür desin. Bu da əlbəttə ki, insanın nəfsinin, imanının, yəqininin mərhələlərindən biridir. Necə ki, Quran-ı Kərimdə Fəcr surəsində Allah Taala buyurur ki, Ya eyyətuhən nəfsul mutmainnə, ey aram olmuş nəfs, ey xatircəm olmuş nəfs, İrci ilə Rabbiki radiyətən mərdiyyə. Dönginən Rəbbivə tərəf, dön Rəbbivə tərəf, qayıt Rəbbivə tərəf. Bir halda ki, o səndən razıdır, sən ondan razısan. Allah bəndədən razıdır, bəndə də Allahdan razıdır. Şikayəti yoxdur. Məsələn, bir çəkmişdilər bir əhvalat kimi, bir video çarx kimi. Məşhur aktyorlardan biridir. Gözəl söz danışır, gözəl söz deyir. O cəmaat ki, şikayət eləyir hər vəziyyətdən, o cəmaat üçün hələ bir ibrətlik söz söyləyir. Deyir, cəmaat çünki belə bir söz deyir. Deyir, sənin o şikayət elədiyin iş başqalarının arzuladığı işdir. Sənin o şikayət elədiyin övlad başqalarının arzuladığı övladdır. Sənin şikayət elədiyin həyat bir ardıcıllıqla sayır, neçə şeyi sayır. Bir başqalarının arzuladığıdır bu. Yəni, Allah Taala sənə elə bir dəyər, elə bir nemət verib ki, onun fərqinə var günah. Başqa bir ayədə Allah Taala buyurur ki,
Radiyallahu anhum və radu anh. Bunun misalında neçə-neçə belə ayələr var. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Müsibət üz verir, əzizi dünyasını dəyişir, ağlayır, qəmlənir, kədərlənir, amma Allaha şikayət eləmir. Nə üçün? Çünki ilahi təqdirdir. Bu ilahi təqdirdir. Bir ibrətnamə kimi qeyd eləyirdilər ki, bir nəfərin övladı dünyasını dəyişir, yoldaşı, xanımı həyat yoldaşına, ərinə xəbər vermək istəyir ki, bizim körpəmiz dünyasını dəyişib. Hamının imanı eyni deyil ki, baş verən hadisəyə razılıqla, xatircəmliklə qəbul eləsin. Xanım gəlir yoldaşının yanına, işlədiyi yerə. Yoldaşına deyir ki, əgər bir nəfər bizə əmanət versə, dedi, bəli. Deyir, sonra əmanət sahibi əmanəti aparsa, bizim narazı olmağa haqqımız var. Dedi, yoxdur, bizim deyil ki. Əmanətin sahibi gəlib öz əmanətini aparıb. Dedi, Allah Taala bizə bir əmanət körpə vermişdi. Dedi, bəli. Dedi, Allah da bunu aldı bizdən. Fikir verin, nə cür mərhələli şəkildə bunu yoldaşına izah edir ki, o da Allaha şikayət eləməsin, Allahın təqdirinə razı olsun. Və Allah Taala buyurur ki, Radiyallahu anhum, Allah onlardan razıdır. Ula və radu anhu, onlar da Allahdan razıdırlar. Ulaikə hizbullah, bunlar Allahın dəstəsidir. Allahın dəstəsində olanların xüsusiyyətlərindən budur. Allahdan gələnə razıdırlar. İmam Hüseyin əleyhissalamın Kərbəla faciəsində biz danışmışıq bu imamın sözünü. Başına o qədər müsibətlər üz verib, Rahat oturan adamın sözü deyil bu. Düşün ki, rizən bi qəzaik və təslimən li əmrik. İlahi səndən gələnə razıyam və əmirlərvə də təsliməm. Başına müsibət üz verən adamın sözüdür bu. Rizən bi qəzaik və təslimən li əmrik. İlahi səndən gələn hər bir qəzaya, qəza-vü qədərə razıyam, əmirlərvə də təsliməm. Və Allah Taala o həmin bəndələrin xüsusiyyətini bu cür ifadə edir Quran-ı Kərimdə. Buyurur ki, Əl-ləzīnə izə əsabətuhum musibətun. O kəslər ki, onlara müsibət üz verdikdə bu cür deyirlər. Aramdılar. Bu cür deyirlər. İnna lillah və inna ileyhi raciun. Biz Allah tərəfindənik və Allaha tərəf qayıdacağıq. Və Allah Taala cümləmizə Allahdan gələn hər bir hadisəyə razı olmağı nəsib etsin. Allah Taala bizi bu riza məqamında qərar versin. Allah Taala gözəl xüsusiyyətlərə yiyələnməkdə bizlərə müvəffəqiyyət inayət etsin. İnşallah.